Futbol millimiz Fernando Santos'la 10-cu oyunu da qələbəsiz başa vurdu. Təəccüblüdür? Xeyr. Belə aqibəti əksəriyyət bir il əvvəl Santos Bakıya gələndə də təxmin edirdi. Yalnız AFFA-nın rəhbərliyi, amma konkret bilinmir hansı şəxs, israrla özündən əvvəlkilərin xarici baş məşqçi sevdasını davam etdirib, bitib tükənmiş 70 yaşlı Portuqaliyalı məşqçi ilə müqavilə imzalamağı lazım bildi. Halbuki bunu artıq uşaq da bilir ki, Azərbaycan millisinə indi Guardiola və ya Luis Enrique-ni də gətirsən belə bu oyunçularla serial məğlubiyyətlər alıb depressiyaya düşəcək. Santoslu komandamızın bir ildə əldə olunan nəticəsi: seçmə oyunlar, yoldaşlıq görüşləri daxil 10 qarşılaşma, 8 məğlubiyyət, 2 heçəsə. AFFA-nın prezidenti Rövşən Nəcəf apreldəki konfransda Latviya və Macarıstanla oyunların Fernando Santos'un baş məşqçi postundakı taliyə baxımından həlledici ola biləcəyinə işarə vurmuşdu. Amma çətin ki, AFFA indi belə radikal addım atsın. Üstəlik, Santos'a pulla dolu bir çemadan təzminat da ödəmək lazımdır. Ümumiyyətlə, indiki məqamda baş məşqçini dəyişmək ağılsızlıq olar. Santos'u göndərmək istəyən UEFA Millətlər Liqasının oyunları bitincə göndərib, bu il keçirdiyimiz 4 yoldaşlıq maçında yerli məşqçiyə şans verərdi. Xarici məşqçi əvvəldən olmamalı idi. İndi Azərbaycan millisinin Fransaya rəqib olduğunu bilə-bilə hansı məşqçi gəlib oyuna 3 ay qalmış komandanı götürüb öz məşqçi imicini, nüfuzunu riskə atar? Heç kim. Ona görə Santos baba ilə yola davam. AFFA-nın Belçikalıların yazıb Azərbaycanlıların icra edəcəyi inkişaf strategiyasına isə payızda Fransa, İslandiya, Ukraynalı futbolçular qiymət verəcək. El məsələsinə görə payızda cücəni saymalı olsaq da, deyəsən bu payızda xoruzların, yəni Fransa millisinin vuracağı qolları saymalı olacaq. Santos da oyuncularından razı qala-qala oyundan oyuna inkişaf nağılını danışa-danışa günlərini sayır. Eynən Debiazi, Yurçeviç, Bertopoksun etdiyi kimi. Şair Salam Sarvan demişkən, gəl sənə təsəlli verim, darıxma, düzəlməyəcək. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info sayti üçün.